Değerli izləyicilərimiz, bu gün sizlərə Maçlar isməsində üzü Vüştovka bağlarından gedən yol üzərində 3 sot yarımın içərisində belə bir modern tipində, stilində tikilmiş, tam təmirli evlə tanış edirik. Hal-hazırda evin həyətyanı sahəsində gördüyünüz kimi, yəni rahatlıqla avtomobil də, maşın da həyətə daxil olur. Belə bir maşındır. Rahatlıqla 2-3 maşın burada saxlamaq olar. Həyətin, qardaşım bir dənə zəhmət olsun bu hissəni çəkib təqdim edir. Həyətin bu hissəsi yaşıllıqdır. Ev sahibi özü gül sevən bir insandır. Bura əkib qəşəng səliqəyə salıb. O hissədə yerləşir sanitar qovşaq həyətinə aid. Qazı, suyu, işığı hamısı daimidir. Deyə bilərsiniz ki, o çən orada nədir? Amma o su yəni yığılır ora, oradan istifadə olunur. Plus, burada bir quyu da var ki, sahibinin dediyinə görə bütün belə deyək, gülləri bu quyu vasitəsilə sulayır, yəni ki, heç bir problem olmadan. Həyətin bu hissəsində isə, dəyərli izləyicilərim, yerləşir belə bir söhbətgah. Yəni, rahat yüngülvari qonaqlığı üçün ideal bir söhbətgahdır. Evin həm sol hissəsinə, həm də o tərəfdən, sağ hissədən arxası keçmək mümkündür. Yəni, geniş bir məsafə var orada da. Yerdən kürsülüdür ev, gördüyünüz kimi və isti pollandır bütün otaqlar. Keçəcəm içərisini də təqdim edəcəyik sizə. Burada belə bir badam ağacı var, üstündə meyvəsi də var. Kim alsa inşallah nuşu canı üstündə hədiyyədir bu. Keçdik evin içərisində. Bir dənə qardaşım keç evə, biz də gəlik çəkək inşallah. Burada deməli koridor olan hissədir. Gördüyünüz kimi keçdik evin içərisinə. Bura koridordur. Və istipol demişdik. İstipoldur. Kollektor burada hissədə yerləşdirilir. Gəlin qapını təzədən bağlayaq. Kondisioner işləyir evdə. Keçdi digər otaqlara, bir dənə qonaq otağını təqdim edək. Gördüyünüz kimi ev demişdik ki, tam təmirlidir. Onu da qeyd edirəm ki, ev əşyasız satılır hal-hazırda, əşyalı da satıla bilər. Qiymət fərqli olacaq. İndi mən sizə əşyasız olan versiyasını deyəcəm, qiyməti neçə olacaq inşallah. Onu deyim ki, belə qədimi biraz əşyalar da var burada, amma onlar ev sahibi özünü aparır. Keçdik, bura qonaq otağı idi və mətbəx. Gördüyünüz kimi, burada mətbəx olan hissədir. Yəni, bu da modern üslubludur, çox gözəl bir dizayn veriblər. Keçək digər 2 yataq otaqlarına. Deməli, bu hissədə yerləşir birinci belə bir yataq otağı. Onu qeyd edeyim ki, ev sahibi özü də rəsm məsələlərlə marağı var. Yəni, bunlar hamısı dediyinə görə hədiyyə də ona. Bunları vermir ha. Getdik digər otağa. Və bura isə sonuncu bir belə bir yataq otağıdır. Yəni, genişliyinə söz ola bilməz. Belə bir yataq otağıdır. Və sonda da sanitar qovşaq və hamam otağı duş kabininə qədər mövcuddur. Və sonda hörmətli izləyicilərimiz, evin sənədi, daha doğrusu torpağın çıxarışı var, evin də layihəsi çəkilib hazırdır. Kim alacaqsa, onun adına birbaşa inşallah evin də kupçası alınması mümkündür. Qiymət isə deyilir 120 min manat. Yəni, gördüyünüz bu ev 120 min manat deyilir qiyməti. Əşyalı isə tam fərqli bir qiymətdir. Onu ev sahibinə inşallah özünüz kim alırsa o söhbət eləyəcək. Əlaqələrimiz səhifəmizin bio səsində mövcuddur. Bu və digər bunun kimi evlərlə tanış olmaq istərsəniz, təbii ki, səhifəmizə daxil olub baxa bilərsiniz. Bizi də unutmayın. Sağ olun.